İsrailin əskərləri Qəzzaya daxil olub, yəni quruq qoşunları artıq Qəzzaya daxil olub, tanklar və s. İsrailin texnikasına aid görüntülər yayılıb. Onsuz da sentyabrın 16-sı səhər saatlarından bildirildi ki, İsrailin tankları Qəzza zolağının bir neçə istiqamətində artıq görünüb. Əvvəlcə İsrail avia zərbələr endirib. Ümumiyyətlə, Benyamin Netanyahu hökuməti bildirib ki, Qəzza zolağına tam nəzarət etmək fikrindədir və bunu o 2023-cü il 7 oktyabr tarixində Həmasın İsrailə hücumu, 1200 İsrailinin ölümü, 251 girovun götürülməsi Həmas tərəfindən onunla izah edir. Həmin girovlardan da indi rəsmən Donald Trump kimi böyük güclərin liderləri 40 neçəsə girovun həyatda olduğunu və onların geri qaytarılmasını tələb edirsə, bəzi mənbələrin məlumatına görə onlardan heç 20 nəfər həyatda qalmayıb, sağ qalmayıb, yəni Həmas onları öldürüb. Amma Benyamin Netanyahu hökuməti sən saydığını say, yəni əsirlərin girovlarını sayın və və axır kim neçəsini qaytardı, gör fələk nə sayır dedi. Yəni o vaxtlar tutaq ki, bir İsrailliyə görə təsəvvür edin, onlarla birin ona falan idi, Fələstinli qaytarıldı. Hər halda indi vəziyyət Amerikanın da dəstəyi gəldi deyə. Əslində Donald Trump'ı da qınamalı deyil, çünki bu dəfələrlə Ağ Ev rəhbəri Fələstinin bu Həmas hərəkatına dəfələrlə xəbərdarlıq edir ki, gəl daşı tök ətəyindən barışıq elan edək, mənim təklif etdiyim şərtlərlə atəşkəsə razılar. Həmas da dedi, yox, Bağdadda, burada mən Bağdadda da kör xəlifə filan. Ona görə də Marco Rubio İsrailə səfər etdi. Bu İsrailin Qətəri Həmas liderlərini öldürmək üçün bombalamağından, yəni avia zərbələr endirməyindən sonra İsraildən sonra Dohada da oldu. Dohada da eyni fikirləri səsləndirdi. Həmasla İsrail arasında Qətərin vasitəçiliyini bərpa etməsi çağırışları səsləndirildi və Amerika Birləşmiş Ştatları ilə Qətər arasında hərbi əməkdaşlıq haqqında sazişin anonsu da verildi. Bundan sonra əlbəttə ki, Qətər bu Fövqəladə Ərəbistan sammitinə rəğmən Amerika Birləşmiş Ştatlarının o vasitəçilik təklifinə yox deməyəcək əlbəttə ki, amma bu vasitəçilik təklifinin önəmi, mahiyyəti qalarsa, çünki Marco Rubio İsraildə Dohadan bir gün əvvəl İsrailə səfərdə olarkən bəzi mənbələrin bildirdiyinə görə Benyamin Netanyahu deyib ki, əməliyyatları elə Trump administrasiyası buna razıdır.